Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. Mən bu dəfə ayrı-ayrı qiymətləri göstərmək istəyirəm. Çünki kommentlərdə dediyim kimi kimə nə maraqlıdırsa, nə sual varsa onu versin deyə demişdim. İndi də ki göstərmək istəyirəm. Orada kommentariyada yazılmışdı ki, bir xanım, bir bacımız yazmışdı ki, ətəklərimizin və köynəklərimizin qiymətlərini deyək, modellərini göstərək. Düzdür, hamısının qiymətlərini deməsəm də bəzilərinin qiymətlərini deyəcəm. Yəni məsəl üçün ətəklərimizi göstərəcəm. Buradan başlayaq. Məsəl üçün kətan yubqalarımız, bunlar qalınlarıdır. Burada belə tam bilinmir vidfasonu. Məsəl üçün bunu biraz uzaqdan çəkə bilsəydim. Belə bunlar məsəl üçün qalınlardır. Biraz qalın kətanlardır. Sonra naziklərdir, təzə gəlib. Nazik məsəl üçün kətanlardır. Bunlar elə görünüşündən bilinir ki, nazikdir. Amma eyni modeldir. Sadəcə olaraq materialın fərqi var. Amma ikisi də kətandır. Məsəl üçün bu 40 manatadır. Naziyi. Qalını 50 manatadır. Sonra belə bir cins yubqalar var. Ətəyi belə. Standart ölçülərdir bunlar. 3 rəngi var. Qara, yaşıl, bir də beləncə korичневый. Sonra ən sevilən yubqalar, ətəklərimiz bunlardır. Balonka deyirlər bunlara. Belə rezinkalı. Qara, böyüklərində də cibləri var. Bu neçəyədir? 40 manat. Bunun da rəngləri var. Qara, qəhvəyi, göy. Belə yubqalar da var. Qıraqları belə cibli. Standart ölçülərdə plaşovka materialda. Belə 3 rəngi var bunun. Bu isə biraz fərqlidir. Beləncə qabağında tikişi var, beləncə. Bir də ipi var. Bunun da 2 rəngi var. Sonra belə cibliləri var. Sonra biraz böyük bədən xanımlar üçün də belə bir yubqalar gətirmişik. Neçədir? Bu 60 manatdır. Sonra belə cins yubqalar. Beləncə cins yubqalar. Cürbəcür modellər var, cürbəcür qiymətlər var. Beləncə materialda yubqalar var. Sonra bunların da rəngləri belə parlaq atlas kimi var. Sonra belə bir yubqalar var, qəşəng pencə ilə zaten belə qəşəng giyinmək üçün. Bayramlıq. Sonra belə bir ətəklər var. Belə bir ətəklər var. Dəridən olan belə ətəklər var. Qiyməti 30 manat. Belə qalın ətəklər var. Sonra cins beləncə ətəklər var, qara. Sonra bunları göstərdim. Köynəklər. Sonra başqalar, məsəl üçün belə 32 manata belə bu rəngləri qalıb kətan köynəklərimiz beləncə enli. Sonra başqalar cürbəcür rənglərdə bu cürlərdə var. Bunlardan da var. Sonra kətan belə pencəklər. Tez-tez göstərim ki, getmək vaxtımdır. 35 manata belə kətanları başqalar. Sonra belə bir model gətirmişdim ki, uşaqlar üçün də giyinməyə yarasın, qısa modeldir. Belə bir raketlərimiz var.
Farklı renkler idi. Qolçaqları da var bunların. Burada. Sonra burada şalvarla olan dəstlərdir. Orada yubka ilə olan dəstdir. Belə. Hələ ki bunları göstərdim. İnşallah gələn dəfə başqa bir şey göstərərəm. Sağ olun. Salamat qalın.